Bismillahirrahmanirrahim ve bihi nesta'in. İnnehu hayru nasirin ve mu'in ve sallallahu ala seyyidina ve nebiyyina ve alihi tahirin ve lanetullah ala adaihim ecmain minel an ila liqai yevmiddin. Ahmeduhu ve nesta'inuh. Rabbi şrahli sadri ve yessirli amri ve hlul uqdeten min lisani yefkahu kavli. Sadaqallahul aliyyul azim. Allah Teala ibadət saatimizi qəbul eləsin, günahlarımızı bağışlasın, bizi bəyəndiyi bəndələrdən qərar versin inşallah, dualarımızı qəbul eləsin, iltimas dua eləyənlərin dualarını qəbul eləsin, xəstələrimizə şifa versin inşallah. Allah Teala Ağa İmam Zamanın zuhurunu təzir eləsin, bizi də ağanı tanıyıb, ona kömək olub, onun qarşısında şəhid olanlardan qərar versin inşallah. Deməli, söhbətimiz Nəhcül Bəlağədə 26-cı xütbənin bir hissəsini oxumuşduq. İkinci bir hissəsindəydik. Həzrət Əli əleyhissalam, Həzrət Peyğəmbərin beysəti dövründə ictimai vəziyyətdən, cəmaatın vəziyyətindən, əqidəvi bəhslərindən danışırdı. Keçən dəfə bu mövzunun üstündə dayandıq ki, Həzrət buyurdu və əntum məşərəl ərəbi əla şərri dinin. Siz ərəb qovmu ən pis dindəydiniz. Dininiz başdan ayağa şərr idi. Xeyr yox, şərr əksinə. Bu mövzuda keçən dəfə bir miqdar, elə bilirəm, belə bu bəhsin içərisində lazım olan qədər danışdıq. Ardında Həzrət buyurur ki, və fi şərri darin. Evləriniz də ən şərarətli, ən pis evlər idi. Və təbiidir, elə o ki, adamın dini şərri olsa, evi də şərri olacaq. Adamın dini pis olsa, da insan dininə əməl edəndə evdə, çöldə, hər yerdə əməl edirdi. Və bundan da əlavə ictimai məsələlər, qonşuluq məsələləri, ondan sonra insanların bir-birinə olan haqları da riayət olunmurdu. O baxımdan Həzrət buyurur ki, ən pis evdəydiniz. Keçən dəfə də dedim ki, Həzrət deyirdi ki, həmin evdəydiniz, amma qonşuluğunuz ən pis qonşuluq idi. Burada da deyir, dininiz şərr idi və evləriniz də şərr idi. Yəni evlərinizdə də Allahın o dininin, qanununun əleyhinə işlər görürdünüz. Evlərinizdə ilahi nur yox idi. Evlərinizdə bir həqiqətdən, Allah pərəstlikdən bir əsər əlamət yox idi. Ondan sonra Həzrət keçir, bunların elə ümumi yenə ictimai yaşayışlarına buyurur ki, munixunə beynə hicarətin xoşnin, çobud, qalın, narahat daşların arasında yatırdınız. Beynə hicarətin. O, deməli, daşların arasında belə qəşəng çəmənliklər qalmışdı. Ondan sonra rahat yerlər qalmışdı. Allahın gözəl yerləri qalmışdı. Siz amma daşların arasında yatırdınız. Özdə xəşn çobud daşlarda. Bir var, məsələn, bir rahat daş ola, hamar daş ola, yox. Belə daş, belə əzən daşların arasında yatırdınız, deyir. Və həyyatin summin, kar ilanların içərisində yatırdınız. Kar ilan deyəndə Həzrət burada mümkündür, o ilanlar elə həqiqətən kar ilan imişlər. Məsələn, ilan adətən də indi adamı sancsa da o fürsət tapır sancırdı, amma adamdan qorxur da, çəkinir də, ondan sonra filan. Ola bilər, bunlar kar imişlər, adamın məsələn ayağının səsini, ondan sonra adamın məsələn danışığının səsini eşitmirmişlər, çəkilmişmişlər. Bunlar da gəlib bu ilanların yanında yatırmış, bu ilanlar da bunları sancırmış. Ola da bilər ki, bu o qədər məsələn vəhşi ilanlar olub, zəhərli ilanlar olub, məsələn qorxmurmuş. O baxımdan, məsələn, görsən birinə bir söz deyirsən, eləmir, ya məsələn, sənə qulaq asmır, deyirsən karsan, eşidir, amma sən deyirsən onu karsan da, yəni belə əhəmiyyət vermir sənə. Bu baxımdan ola bilər ki, o ilanlar məsələn çox zəhərli olub, adamdan qorxmayıblar, o cəhətdəndir.
Amma fakt bu şeydir də, yəni ilanla yatmaq özü bir də vəhşiliyin bir növüdür də. İlanın adı gələndə adam diksinir, yuxusunu qarışdırır. Onda qalmışdı, məsələn, nə olar, gedəsən, məsələn, ilanla yatasan. Bunu da kinayətən demir, əleyhissalam. Yəni, məcazən demir, kar ilanlarla yatırdınız, ondan sonra məcazən demir, daşdığı yerlərdə yatırdınız. Yox, deyir, elə həqiqətən deyir, elə bu cürət. Məsələn, o biri xütbəsində deyir ki, tikanlıqda gəzirdiniz. Gül kimi çəmənlik qalmışdı orada, yaxşı, gəzməli, ondan sonra belə tərabətdir. Amma deyir, gəlir, məsələn, siz çəmənlik tikanlıqda gəzirdiniz. Yaxşı, tuşrəbunəl kədirə. Həmişə deyir, siz o qədər belə bir enmişdiniz, tənəzzül eləmişdiniz, suqut eləmişdiniz, bulaşmış suları içirdiniz. Bulaşmış suları. Suyun aşağı tərəfindən içirmişlər. Ya, sən Həzrətin başqa bir kəlamında var ki, deyir, heyvanatı suya gətirəndə, heyvanatla bir yerdə su içirdiniz. Adətən heyvanat su içə-içə peynində boşallar. Onlar deyil, o peynini sudan içirmişlər. İnsandır da, sən adam fikirləşər ki, niyə bu belə eləsin? Gözümüzün qabağında dünyada ondan çox-çox pis iş görənlər, o Bəni Abbası xəlifələrinin ya Bəni Ümeyyə xəlifələrinin birini arvad dedi ki, sən ki, məscid göyərçin idin, ləqəbin o cürə ləqəblənmişdin, gecə-gündüz məsciddə oturub Quran oxuyurdun, birdən-birə gəldin, sən indi xəlifə olandan sonra o ad, o ləqəb, o ibadət, o Quran oxumaq, indi gəlib şərab içirsən. Necə oldu? O qayət dedi ki, sən şərab içməyi böyük bir cinayət hesab edirsən. Dedi, bəyəm, bundan da böyük cinayət var. Dedi, bəli, nədir insanların qanını içmək? Dedi, onu da içsən. Dedi, əslən, mən insanlarda yaxşı hərəkət görəndə yuxum qaçır. İnsanlara zülm eləyəndə rahat yatıram. İnsanları öldürəndə, edam eləyəndə rahat yatıram. Sən bununla çirkli su içməyin yol arasında nə qədər çirkli su içənə özünə ziyan edir. Elə deyir, özü deyir ki, mən bu sudan xoşum gəlir. Amma o özü də şeydir də, yəni o insani keyfiyyətdən uzaqlaşmışdı və təqlunəl xəşibə və belə xoşa gəlməz şeylər yeyirdiniz. O nuş olmayan şeylər yeyirdiniz. Xəşibin bir mənası, elə kobud mənasına da gəlir, o da təqlunəl cəşibə. Cəşib yəni xoşa gəlməz. Yəni insanın mədəsi ilə, insanın məzacı ilə, insanın zövqü ilə uyğun gəlməyən şeylər. Məsələn də adətən adam məsələn şirin şey yer, siz acı yersiniz. Düzdür, adam acıdan da xoşu gəlir. Amma acının da məsələn vəzəri, acı vəzəri yer adamda. Məsələn acı qanqal gedib yeməz. Yəni yeməliləri yeyirdiniz. O qədər siz əleyhissalam onları deməkdə, indi bugün gəliblər ki, bunlar məsələn özlərin ərəbük, bizdən üstünü yoxdur, biz belə millətiyik, biz belük. Əleyhissalam deyir ki, sizi bu yerə gətirib çıxardan İslam olub. Və İslam da deyir ki, İnnə əkrəməkum indəllahi ətqakum. Allahın yanında hörmətli, təqvalıdır. İslam sizi gətirib bu yerə çıxardıb, siz onu götürüb o İslamın öz şuarını, öz düsturunu götürüb qoymusunuz qırağa, ərəbliliyinizə fəxr edirsiniz. Ərəbliliyinizi çıxardırırsınız ortalığa, ərəbliliyinizlə elə bil ki, özünüzü hamıdan üstün hesab edirsiniz. Ərəbliyə qalanda dünən siz belə idiniz. Daşlıqda yatırdınız, tikanlıqda yatırdınız, ilanlarla yatırdınız. Nədir? Bulaşmış sular içirdiniz, özünüz də sonra nə edirdiniz? Acı şeylər yeyirdiniz. Yəni, heyvanatın yeyirdiniz. Ərəbliyi sizi niyə qoymurdu 20 il bundan qabaq? O şeylərin qarşısına niyə almırdı? İslam gətirdi, sizi bu yerə çıxartdı. İslam bu mədəniyyəti verdi sizə. İndi o bəzilər deyirlər, İslam sən mədəniyyət şey gətirib, inkişafdan saxlayıb. Keçən dəfə o mövzuda danışdıq. İslam gətirib deyib, kim gətirib deyib diş yüzü yumaq vacib, çətin olmasaydı mən sizə vacib eləyərdim onu. Elə deyir. Kim gəlib deyib ki, məsələn də salam vermək müstəhəbbidir, cavabını almaq vacibdir. Yaxşı. Kim gəlib məsələn də insanlara İslam qədər şücaət və fədakarlıq öyrədib.
insan qədər, məsələn, İslam qədər insana vətən sevməyi öyrədib. Torpağı namus hesab edib. Elə deyir. Namus çox millətin dilində namus kəlməsi yoxdur heç. Necə ki, şəhadət kəlməsi yoxdur. Elədir? Yəni, dillərində şəhadət kəlməsi bir kəlmə olsun öz dillərində, öz lüğətlərində ki, bizim şəhidə dediyimiz şəhadət kəlməsinin mənasını versin, heç o yoxdur. Yaxşı, dində namus kəlməsi də çox dildə yoxdur. Yaxşı, amma bizim, məsələn, dinimiz gəlib deyir, torpaq namusdur. Biri gəlir, məsələn, deyir, din vətənpərvərliklə ziddir. Amma din deyir, torpaq namusdur. Bu necə vətənpərvərliklə ziddir? Yaxşı, Həzrət deyir ki, bunların namusunu sizi bu yerə gətirib din çıxartdı. Elm buradan yayıldı dünyaya, mədəniyyət buradan yayıldı dünyaya, əxlaq buradan yayıldı dünyaya. Siz onları indi dinin vasitəsilə gəlib elə bil, məsələn də bir dənə, məsələn, dəvənin ya atın vasitəsilə, ya bir dənə maşının vasitəsilə gəlib çıxmışsınız bir dənə dağın başına, ondan sonra onun özünü oradan atırsınız aşağı. Və ona görə də Həzrət bu sözləri onların gözünə çəkir ki, siz deyir, belə bir vəziyyətdeyirsiniz, acı şeyləri yeyirsiniz. Deyir, o ərəblərdən birindən soruşurlar, Nəhcül Bəlağanın şərihlərindən biri yazır ki, deyir, bu ərəblərin birindən soruşdular ki, əyyül heyvanatı təqilunə fil badiyə. Siz səhrada hansı heyvanı yeyirdiniz? Hansı heyvanı yeyirdiniz? Deyir, cavabında dedi ki, nəqulu kullə ma dəbbə və dərəcə illa ümməcübeyn. Deyir, nə qədər hərəkət edən var idi səhrada, hamısını yeyirdik. Bir dənə Ümmül-Cübeyni yemirdik. Ümmül-Cübeyn də kərtənkəlliyə oxşayan bir məxluqdur. İndi o səhra mışıdırsa, ya nədirsə, o da nəsən, çox zəhərli filandır, bəsməkanda ona görədir. Amma qalan deyir, yer üzündə, o səhrada nəyi görürdüksə hərəkət edir, onu tutub yeyirdik biz. Yaxşı, cin gəldi, dedi ki, yox, onu yemək olmaz. O, dedi, haramdır, günahdır, cəhənnəmdə yanatsan. Onu hətta, məsələn, nə qədər hədislərdə onun o tibbi cəhətlərini izah edəyiblər ki, bu baxımdan da günahdır, bu baxımdan da zərərlidir, bu cürə. Görürsən, mədəniyyətə bax, deyir, səhrada nə gəldi, yerdik. Bir dənə burada bir söz var idi. Deyir ki, geyimindən söhbət düşürdü, şeirdir, gətirib deyir ki, mən yəkuzabəttin fəhazə bətti müqəyyəzun musayyəfun müşətta. Geyimlərinə baxın, bət onlar qısa, qalın bir paltar geyərmişlər. Biraz qısa olarmış, çox uzun olmazmış, amma qalın olarmış. Bu paltar ilə fəxr elərmiş. İndi cəmaatın belə yay üçün bir 5 dənə, qış üçün 5 dənə, hər fəslə belə, indiki zamandan oranı müqayisə eləməyək. Amma o zamanda da normal yay paltarı, qış paltarı, indi Ərəbistandır, isti idi, deyək ki, baxmada qışının gecəsi soyuq olur da, payızının gecəsi sərin olur, yazının gecəsi sərin olur. Bu bir dənə həmin o bət yeyib, qalın, çobud özdə, da belə o bədəni sürtənlə. Deyir ki, bununla da fəxr edir. Deyir, bu mənim paltarımdır. Həm nədir? Yay üçündür, həm qış üçündür, həm payız üçündür. Əvvələn paltara adam fəxr eləməz. Lap heç bunun bir dənə, hər fəsildə bir 5 dənə paltarı da olsa, adam dənə pencəyə geyib deməz ki, məsələn, mən gör nə yaxşı olanam, məsələn, mənim pencəyimə bax, məsələn. Yaxşı, bu belə. Amma bunun elə bir dənə o kobud paltarı, yundan, özdə səhv eləmirəmsə, o paltarı bir var, məsələn, toxuyurlar parçanı. Bir də fiqhidə də var da, o döyməklə, yunu döyməklə keçirdirlər bir-birinə, ondan paltar, deyirlər, bir parça fason bir şey yaranır, o da qalın olur, kobud. Yaxşı, özdə ona adətən paltar üstündən gəlirlər, sonra yoxsa bədəni sürtər. Bu bir dənə ondan alıb, aləmi dağıdır ki, deyir, mənim belə bir paltarım var. Həzrət də deyir ki, bax, siz bu idiniz. Yaxşı. Ondan sonra Həzrət buyurur ki, və təsfikunə dima'əkum. Sonra bir-birinizin gəlirdi, məsələn, ictimai məsələlərdə, ictimai mövzularda, əmniyyət baxımından deyirsiniz, təsfikunə dima'əkum. Bir-birinizin qanın tökürdünüz. Yaxşı.
Bir-birinizin qanını tökürdünüz və bununla da fəxr edirdiniz. Sən o Əl-Hakumut Təkasur hətta zurtumul məqabir ayəsi nüzulu, nişanın nüzulu nədəydi? Gəlib dururlar qəbrəstanlıqda, ölülərinə fəxr edirlər. Bu mənim babamın qəbridir, bu onun nəmnədir, bu əmimdir, bu dayımdır, bu nəmnədir, buna fəxr edirlər. Əleyhissalam da gəlir keçəndə deyir, ona baxıb fəxr eləyincə də ona baxıb ibrət götürsünüz, daha yaxşıdır. İbn Əbülhədid ki, özü əhl-i sünnədir və Nəhcül Bəlağıya şərh yazanlardan elə belə yəni yüngül də şərh yazmayıb, yaxşı şərh yazanlardan biridir. Deyir, Həzrəti Əlinin bütün kəlamlarının hamısını gizlədəsən, tək bir dənə bu kəlamı qalsa dahilicinə dəlalət edir. Ki, baxı deyir, ona baxıb fəxr edincə, nə fəxr edir? Sürünmüş sürüməyə adam fəxr eləyər. Əleyhissalamda o mövzuda kəlamları çoxdur da. Əcibtül mən yətəkəbbər, əvvəluhu nütfə, axiruhu cifə və hüvə vi'aun lil-qaid. Təkəbbür eləyənə təəccüb edirəm ki, əvvəli murdar, axırı leş, diri halıda, ən parlaq halıda qarnında nəcis daşıyır. Deyir, bu nəyə fəxr eləsin? Hələ bunun hələ dirisi fəxr eləməlidir. Onda qalmışdı ölüsünə. Gedəsən, məsələn, 100 il ondan qabaq çürümüş babasının qəbrinin üstündə durur. Adam gedər bir Fatihə oxuyar, Həmd surə deyər, əlin qoyar üstünə bir İnna Qədr surəsini oxuyar. Allah bizi bura gətirəndə rəhm eləsin bizə, ondan sonra dadımıza yetişsin filan bəs məkan. O fəxr eləməli bir şey deyir ki, məsələn, onlar ona da fəxr eləyirdi ki, Əl-Hakumut Təkasur, o qədər siz belə təkəbbür eləyirsiniz, hətta zurtumur. Bunlar bəs eləmir. Bu qısa şineli geyib ona fəxr eləməyə bəs eləmir, gedib elə şeyə də fəxr eləyirsiniz. Qəbirlərə də fəxr edirsiniz və qan tökməyizə də fəxr edirsiniz. Təsfikunə dimaikum, bir-birinizin qanın tökməyə fəxr edirsiniz. Bütün elə hər bir zamanda bu, yəni mövzu, indi mümkündür bir zamanda qan tökmək yoxdur, amma abır tökmək var, abır aparmaq var. Bu ondan da pis. Bir adamı öldürərsən, məzlum ölər, gedər behiştə, günahsız ölər, gedər behiştə. Amma bir adam məsələn yaşayır, görsən də o, yəni insanın abırı qanundan dəyərlidir. İnsanın abırı qanundan dəyərlidir. Yaxşı, məsələn, abır insan üçün sifətdir. Necə ki, iman sifətdir, abır da onun üçün sifətdir. Məsələn, Həzrəti Rəsulullah demir ki, müminin, məsələn, insanın qanı Kəbədən artıqdır, ya cismi Kəbədən artıqdır, deyir, mümin Kəbədən artıqdır. Allah yanında, əşəl-mümin, əşəddu hörmətən minəl-Kəbə. Yaxşı, deməli o, möminlik sifətindən gedir söhbət. Bu abır da, istər mömin olsun, istər qeyri-mömin olsun, istər heç müsəlman olmasın. Abır insanın nə idi? Yaraşığıdır, sütunudur, ondan sonra əsasıdır. İndi biri-birini vurub öldürürdü cəhalət dövründə, onun canı da qutarırdı. Bəlkə də sevinirdi ölməyinə. Amma məsələn, indi qan əvəzinə abır aparırlar. Yaxşı, ona da fəxr edirlər. Təsfikunə dimaikum. Bir-birinizin qanını tökürdünüz. Və təqtəunə ərhaməkum. Ondan sonra qət'i rəhim eləyirdiniz. Qət'i rəhim. Qət'i rəhim iki mənadadır. Biri budur ki, adam gedib qohum əqrəbasını yoxlamır, nənəsin, babasını, xalasını, bibisini yoxlamır. Ona deyərlər qət'i rəhim. Gedib yoxlamağa da deyirlər silə-i rəhim, silə-i ərham. Hədis deyir ki, kim gedib yoxlasa 3 illik ömrü 30 il olar. Yoxlanmasa 30 illik ömrü 3 il olar. Yeganə əməldir ki, insanın birbaşa ömrünün uzanmağında təsirlidir, silə-i ərhamdır. Məsələn, sədəqə insanın bəladan qorunmağında təsirlidir. Mənim yadımda deyir, bir yerdə yazılıb ki, məsələn, sədəqə ömrü uzadar. Zehnimdə deyir o. O, insanın 5 ildə yaşasa, 15 ildə yaşasa, sədəqə onu bəladan qoruyar. Namaz neyniyər, oruc neyniyər, amma silə-i ərham birbaşa insanın ömrünün uzanmasında təsirlidir. İnsan o silə-i ərhamı eləməsə, kəssə, ömrün azaldar. Bir silə-i ərham, qət'i ərham bu mənadadır. Bir də Həzrət burada və təqtəunə ərhaməkum, ərhamınızı qət eləyirdiniz, kəsirdiniz, o qızların öldürülməsinə nədir? İşarə idi.
qızların öldürülməsinə, diri-diri bastırılmasına işarə edir ki, siz nəslinizi kəsirdiniz də. Bu qızları ki, diri-diri siz bastıracaqdınız, sizin nəsliniz hardan davam edəcəkdir? Qonşu kənddə biləndə ki, bu kənd qızlarını öldürür, sizə qız verəcəkdi. Biləcəkdi, gəlsə, sabah bundan qız dünyaya gəlsə, onu da öldürəcək. Ona görə siz özünüzü soyqırım edirdiniz və ona da fəxr edirdiniz. Biri deyirdi, məsələn, mən 2 dənə qızımı bastırmışam, biri deyirdi 5'imi bastırmışam, biri deyirdi 8'imi bastırmışam. Biri deyirdi ki, məsələn, məşhurdur o. Qızımı məndən gizlətmişlər 4-5 yaşında, belə şirindil bir dənə qız idi, elə bilirdim qonşunun qızdır, sonra bildim mənim qızımdır. Aparıb bastıranda onu, aparanda necə yalvarırdı mənə, torpağın altından necə onun səsi gəlirdi, deyir, ya Rəsulallah, mən neyim? O boyda və rəhmətən lil aləmin olan Həzrəti Rəsulullah ki, Allah dedi və ma ərsəlnəkə illa və ancaq rəhmət üçün səni göndərmişəm. O Peyğəmbər, aləmlərə rəhmət olan Peyğəmbər dedi, mən la yərhəm, la türhəm. Bir adam rəhm eləməsə, ona heç vaxt rəhm olunmayacaq. Onun bağışlanmamağına işarə idi. Yəni, sən bağışlanmayacaqsan. Adamın da ağlı olar da. Sən nətər insansan ki, o insan, o özün də belə də ağlaya-ağlaya deyirsən ki, belə yalvarırdı. İndi ağlayınca da vaxtında sözə qulaq asırdın da. Həzrət onu deyir ki, deyir, hətta o ayədə biəyi zəmbin qutulət odur da, həmindir. Fəyzilmə udəti su ilət, biəyi zəmbin qutulət. O diri-diri bastırılandan soruşulacaq ki, bunların günahı nə idi? O günahsız körpələri öldürürdünüz, günahsız körpələri bastırırdınız, günahsız körpələrin qanını axıdırdınız. Sabah qiyamətin günündə ondan soruşacaqlar. Biəyi zəmbin qutulət. Sən bir dənə qızın əsir düşmüşdü, orada bir dənə insanı bəyənmişdi, o insanla ailə qurmuşdu, onunla xoşbəxt idi. Onu məsələn fərz eləyək çıxardıydın da qızlıqdan. Elə deyil. İslam demir ki, övlad adamın köləsidir. İslam deyir ki, övladın insanın boynunda haqqı var. Övlad insanın boynunun yüküdür, məsuliyyətidir. Yaxşı ad qoysun, yaxşı əxlaq öyrətsin, yaxşı elm öyrətsin, onu yaxşı tərəfə yönəltsin, ondan sonra nə olsun? Vəzifəsi götürülsün boynuna. Din demir ki, övlad sənin kölündür, nökərindir. Çıxdı sözündən, sən onu məsələn neynəcək? Bu insan gəlib bir həddə çatıb, seçim haqqı var. Onu da seçib. Yaxşı, nə olsun indi əsir düşüb? Bəlkə oradan belə bir böyük bir sülh yaranacaqdı məsələn. Yaxşı, sən indi onun hesabına gəl, bir dənə qəbilənin başda qızlarının hamısını diri-diri bastırmağa, özündə ona fəxr elə. Ən bədbəxtçiliyi də budur ki, fəxr edirlər, sayırlar, mən bir dənə o deyirdi, 2 dənə o deyirdi, 3 dənə. Gör, insanlar nədir? Nə qədər? Və izə buşşirə əhəduhum bil unsa zəllə vəchuhu musfəddən və hüvə kəzim. Quran-ı Kərim deyir, deməli, Nəhl surəsinin 58-59-cu ayəsi, bunlar o qədər vəhşiləşmişlər, gəlib bunlara deyəndə ki, sənin qızın oldu, zəllə vəchuhu musfəddən və hüvə kəzim, üzləri qaralırdı, özdə qeyizlərin uda-uda, yətəvarə minəl qovmi min su'imə buşşirə bih, əyyumsikuhu əla hovnun ov yədissuhu fit turab, əla saəmə yəhkumun. Deyir, bunlar qonşudan, qonumdan gizlədirdilər bu qızları. Özlərinin də əvvəldə çox ürəklərindən gəlmirdi. Deyir, bunu qonşu qonumdan gizlədirdilər. Sonra fikirləşirdilər. Yəni, bunlara verilən müjdəni mabuşirə bihi ki, gəlirlər sənə nə müjdəsi verdilər. Özə görürsünüz, hətta bunların bu qədər acığı ki, Allah gör, övlada, insana nə qədər dəyər verir. Xüsusən qız uşağına nə qədər dəyər verirsə, bunların bu qədər qız uşağından acığı gələ-gələ Allahın ibarətinə baxın, deyir, və izə buşşirə, onlara müjdə verəndə. Yəni, siz də bunu acı qarşılasınız da, mənim baxımımdan sizə bu müjdədir. Elədir, bu sizə müjdədir. Yaxşı, deyir, indi, deyir ki, bunu qovmundan gizlədək, əyyumsikuhu əlahovunun, bu alçaqlığı qəbul eləyək, görək, bu alçaqlığı qəbul eləyək, saxlayaq bunu, öldürməyək, onu özlərinə alçaqlığa. Amma halbuki İslam İnna ətəynəkəl Kevsər dedi. Elə dedi, sənə tükənməz və misli olmayan bir dənə nə verdim?
nemət verdim, qız verdim, Kevsər verdim. Ya məsələn, neçə dənə qızı olan deyir, cihad ondan sağa getdi. Kim neçə dənə qızı tərbiyə edib yola salsa, məsələn, həyat qurdursa, bəxti 3 dənə qızda, 5 də ona vacibdir. Yaxşı? İslam bu cürə baxır. Amma siz onları öldürməyə fəxr edirdiniz. Özü də deyir, bu alçaq, hovniyan alçaqlıq, rəzalət. Bu zilləti qəbul edək, biz bunları saxlayaq, yoxsa yədussuhu fit-turab, yoxsa biz bunları bastıraq torpağa geçsin. Əvvəldə bu fikrin üstündə dayanırdınız. Amma nəhayət heç olmasa o öz dediyiniz o belə də rəzaləti qəbul edib saxlayasınız, onu deyiləmirsiniz. Əla saə ma yəhkumun. Çox pis hökm çıxardırdınız. Çox qərar çıxardırdınız. Quran deyir ki, və la təqtulu evladakum xəşşətə imlaq. Nəhnu nərzuquhum və iyyakum. Ölüm qorxusundan, aclıq qorxusundan, ruzu qorxusundan uşaqlarınızı öldürməyin. Və özünüzü siz ruzulandırırdınız. Nəhnu nərzuquhum və iyyakum. Yaxşı? Sizi də və onları da biz ruzulandıracaq. Yaxşı? Və ardınca da Həzrət gəlir ki, əl-əsnamı fikum mənsubətun. Bütlər nəsb olunmuşdur sizin küçələrinizdə, məhəllələrinizdə. Bütlər asılmışdı. Hansı küçəyə girirdin, büt. Hansı küçədən çıxırdın, büt. Hansı evə gedirdin, büt. Hansı mərkəzə gedirdin, büt. Dolu idi, hər yer büt. Elə indi də çoxdur. Yaxşı, bütlər dolu idi. Vəl-asamu bikum məsubətun. Günahlar da sizi əhatə eləmişdi. Bütün hər tərəfdən günahlar nə eləmişdi? Sizi əhatə eləmişdi. Yaxşı. Hətta bir dənə şeir var ərəb, deməli, mövzusun ərəblərin o şeirlərin içərisində, deməli, şəraba bu ərəblər, bilirsiniz də ərəblərin kötücü müvəhhidlikdədir də daim. Ərəblərin ki, həzr, məsələn də gedir, Qureyş, Üzvanə gedir, çıxır, ta məsələn də indi hara gedib çıxsa, da uzun müddətdir bunlar tohid dinlə gəlirdilər. Yaxşı, amma gör, şərab bunların içərisində nə dərəcə idi? Şair indiyə kiminsə adından ya da ki, özü bir dənə şeir yazıb. Camaat deyir, üstümə, qəbrimə gülab tökərsiniz, mührümü qoyarsınız başımın altına, nə bilim, neyinərsiniz, gör bu bədbəxt nə deyir. İza muttu fədfinni ila cəmbi kərmətin. Mən öləndə məni üzüm ağacının dibində bastırın. Niyə? Türəvvi izami bədə mövtü uruqıha. Mənim sümüklərim öləndən sonra onun kötüklərindən, üzümün kötüklərindən şərabı çəksin. Və la tədfinni fil fəlati. Səhrada, çöldə mənə bastırmayın. Fə innəni əxafu iza mamittu Allah əzuquha. Mən qorxuram ki, öləndə o şərabın dadını da neynəməyəm. Bədbəxt elə bilir ki, elə şeydir, orada da elə öz başına olacaq, girəcək dükandan 2 qucaq alacaq, aparacaq, içəcək. Ya qıracaq üzümdən, çəkəcək şərabı neynəyəcək, içəcək. Da bilmir, orada dədəsini elə yandıracaqlar, şərab, su yadına düşməyəcək. Onda qalmış da, cəhənnəmdə deyəcək ki, şeydir, əfizu iləyna minəlma, o sudan verin biz də bir əzizsək. Suyu sən Allah haram eləyib sənə. Əslində özün haram eləmişsəni, Allah da peçatın vurub. Yaxşı. Bax, ərəb cəmiyyəti bu yerdə idi, bu formada idi. Ki, mənə öləndə üzüm ağacının dibində bastırın, nə olsun, mənim sümüklərim üzümün kötüyündən şərab içsin, bədbəxt. İnsan bədbəxt olanda bu yerə gəlir, çatır da. Fənəzərtu fəizə leysəliyə mu'inun illa əhl-i beyti. İnşallah gələn dəfə Allah Muhammed Muhammed xatirinə bizi bəyəndiyi bəndələrdən qərar versin, əxlaqlı insanlardan qərar versin. Allah Teala günahlarımızı bağışlasın inşallah. Möminlərin müşkilliklərin, çətinliklərin həll eləsin, xəstələrimizə şifa versin, borcu olanların borcun xəzani qeybindən versin. Allah Teala inşallah bizi hidayət eləyəndən sonra bizi zəlalətə düşməyə qoymasın. İnşallah Allah Teala zamanının tezliklə sahibini yetirsin. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.